Hörmətli izləyicilər, hal-hazırda gördüyünüz kimi Bakı şəhərində Mirzə İbrahimov küçəsində yanğın hadisəsi baş verib və burada həm yanğın söndürənlər, həm də çoxlu heyətlə əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub. Evdə yanğın hadisəsi və həm Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, həm də polis qüvvələri asayişin keşiyindədirlər və eyni zamanda da baş verən yanğının söndürülməsi üçün tədbirlər yanğın hadisəsi baş verir. Qeyd edək ki, bu ərazi Sabay rayonunun Mirzə İbrahimov küçəsidir. Yanğın baş verən ərazi də Mirzə İbrahimov küçəsindədir, Sabay rayonunun. Yanğının baş verdiyi həmin İslam Səfərli küçəsi ilə Mirzə İbrahimov küçəsinin digər küçə Mirzə İbrahimov və bu küçədə İslam Səfərli küçəsidir ki, bu ərazidə hal-hazırda yanğın baş verib və gördüyünüz kimi buradan da belə bir tüstü qalxır havaya. Baş verən yanğın bu evdədir. Yəni təmir işləri görülür bu küçədə, İslam Səfərli küçəsində. Həmin ərazidə mərkəzi Univermağın bir neçə addımlığındadır. Burada da amma beləncik yanğın baş verir və gördüyünüz kimi hörmətli izləyicilər, hazırda yanğın alovlandı. Bax burada yanğın alovlanıb. Hadisənin baş vermə anı Lev Tolstoy və İslam Səfərli küçəsinin kəsişməsindədir. Hörmətli izləyicilər, qeyd edək. Baş vermiş hadisənin yanğını görürsünüz. Amma onu da bildirək ki, hal-hazırda həm polis işçiləri, həm də ki, Fövqəladə Hallar Nazirliyinin xilas etmə briqadası, eyni zamanda da yanğın söndürənlər də öz iş başlarındadırlar və bütün lazımi tədbirləri görürlər ki, yanğının həm qarşısı alınsın, eyni zamanda da ki, yanğının qarşısının alınması ilə bərabər burada digər insanlara xəsarət törədilməməsi üçün də tədbirlər görürlər. Hakim iştirak eləsin, hara eləsin, Yanğın söndürənlər lazımi tədbirləri görürlər və burada artıq şiddətli yanğının qarşısı alınıb. Anamız da insan
bir daha qeyd etmək istəyirik ki, baş vermiş hadisə nəticəsində hər hansı bir xəsarət alan yoxdur, amma yanan evə kifayət qədər ziyan dəyib. Hətta evin içərisində olan bütün əşyalar və bütün lazımlı lavazımatların da sıradan çıxması barədə artıq bir məlumat əldə eləmişik. Yanğın söndürmə briqadasının heyəti tərəfindən bizə belə bir məlumat verildi ki, artıq hər hansı bir əşyanı çıxartmaq içəridən mümkün olmuyor. Baş verən yanğının şiddətləndiğini görürsünüz. Artıq yanğın şiddətlənir. Amma yanğın söndürmə briqadası da öz iş başındadır. Bax görürsünüz onları. Lazımi tədbirlərini görürlər. Yok kalın diyor ama yine de çıktı. Var mı? Hayır, İmam Nazım. O değil ama vakit yapıyordu ama Moskva yapıyormuş. Budur. Sıkı kayıtta suyu verir de. Ölçəm sıkı yok. Buna ölçəm sıkı. Bir daha qeyd etmək istəyirik ki, baş verən hadisə İslam Səfərli və Lev Tolstoy küçələrinin kəsişməsində.